Elhamdülillahi Rabbil alemin. Nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve netevekkalu aleyh. Ve nusalli ve nusellim ala habibihi ve necibih ve hayratihi fi halqih. Hafiz-i sirrih, mübelliğ risalatih. Beşir rahmetih, nazir nikmetih. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Mübarək Cümə günü Allah'ın sevib seçdiyi gündə hər birinizi özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Təbarək və Teala təqvamızı artıq eləsin, bərəkətli eləsin. Allah Teala təqvanı həyatımızdan inşallah çıxartmasın. Nə qədər bu dünya həyatında ömür payımız var, Allah Teala bu ömür payımızı şərəfli, ləyaqətli, abırlı şəkildə yaşayıb sona çatdırmaqda Allah bizə izzət və şərəf nəsib eləsin. Allah and verirəm izzət və cəlalına, əsrimizin qeybdə olan İmamı Həzrət Vəli Əsr sahibə zaman əleyhissalatu vəssalamın zuhurunu təcil eləsin. O Həzrətin zuhur eləməsinə, dünyadan köçənlərimizin ruhunun şad olmasına, məscidimizi bina eləyənin, dünyadan köçənlərinin ruhunun şad olmasına salavat yad eləyək. Allahümme. Yadınızda olsa bizim keçən cümə söhbətimiz bir mövzu üzərində idi ki, bəhsimiz vaxtımız çatmadığına görə yarımçıq qalmışdı. Mövzumuz əvvəldə yada salıram ki, ta mövzumu davam eləyim. Mövzumuz bu bəhs üzərində idi ki, bəzən insanda o həya ki meydana gəlir, o bəyənilmir. Həya özü müsbət xislətdir, müsbət sifətdir, gözəl sifətdir və təkid olunur ki, insan gərək həyalı ola, gərək həya eləyə. Amma hər yerdə yox. Bir neçə yer istisnadır. Ki, deyir, orada həya eləmək lazım deyil. Orada əksinə həya nümayiş elətdirmək, həya göstərmək, əziz Peyğəmbərimizin hədisində buyurur ki, deyir, o, sözü istəyirəm ifadəmə görə, o deyir, axmaqlığın nişanəsi və əlamətidir. Bəzi yerlərdə həya lazım gəlmir. Və bu başqa hədislərdə də bu haqda qeyd olunur. Biz bir neçə dənə bu mövzuda danışmışdıq. Onlardan biri bu idi ki, insan öz qonağına xidmət eləyə, xidmətdə həya eləsə, bu bəyənilmir. Orada lazımdır gərək xidmət eləyəsin. İnsan öz valideynlərinə xidmət eləyə, öz valideynlərinə ikram eləyə. Keçən cümə bu haqda geniş bəhs eləmişdik. Onlar gələndə ayağa dura. Burada həya lazım deyil. Buradakı həya mənfi həya hesab olur. Haqqı tələb eləməkdə insan həya eləməməlidir. Buradakı həya da mənfi həya hesab olur. Yetişdik buradakı bəhsimizin davamına. Əli əleyhissalamın bir hədisi var. Buyurur ki, وَلَا يَسْتَحْيَنَّ أَحَدٌ مِنْكُمْ إِذَا سُئِلَ عَمَّا لَا يَعْلَمُ أَنْ يَقُولَ لَا أَعْلَمُ. Biri də budur ki, insan sual olunan zaman cavabı bilməsə, həya eləməsin. Desin, bilmirəm. Burada həya eləyib, utana ki, mən birdən deyərəm, məsələn, mən bu sualın cavabını bilmədim,
mənim şəniyyətim aşağı gələr, orada ya yalan danışa, ya bu cür fırrada cavabı, ta onu o başa düşməsin ki, mən sualın cavabını bilmədim, burada həyadır da, utandır. Bu həya axmaqlığın nişanəsidir. Əli əleyhissalam bu hədisdə buyurur ki, deyir, hər zaman sizdən kimsə sual elədi, sualın cavabını bilmədiksə, bilmirəm sözünü deməkdən utanmayın. Utanma deməyə ki, mən bilmirəm. Bəzən insan cəmiyyətdə utanır deməyə ki, mən bunu bilmirəm. İndi utanmağının səbəbi ya bunun məqamının aşağı gəlməsidir və yaxud başqa. Alimlərdən biri gedir bir dənə universitetə, orada bunu çıxardılar tribuna. Orada tələbələr başlayırlar bir növbədən sual eləməyə. Bundan bir dənə sual eləyirlər. Deyir, sual elədilər. Həqiqətən sualın cavabını bilmədim. Deyir, qaldım, nə deyim bunlara? İndi o qədər dam dəzgahdan aparıcı, müərrif elif filan, kəs filan, alim, dəyərli, məqamlı, savadlı, elmli çıxdı tribunaya. Bismillahirrahmanirrahim. Birinci sual qaldı. Bilmir. Deyir, bir an zehnimdə əqlimlə nəfsim mübarizəyə başladı. Nəfs dedi, ayıbdır, sən adın var, sanın var, bu boyda tərifdən, təmciddən çıxıbsan tribunaya, deyərsən, bilmirəm, bir şeydir. Əqlim dedi, yox da, Allah da istəyirsən cəmaata. Dedim, bilmirəm. Han bir-birinin üzünə baxdın, həcə, bilmirsən, dedi, bilmirəm. Sonra ikinci sual verdi başqa tərəfə. Deyir, Allahın işinə bax, 3 dənə sual verdilər arxa-arxaya. Üçünü də bilmədim. Cavabı bilmədim. Deyir, üçündə də dedim, bilmirəm. Deyir, 4-cü qalxdı, deyir ki, bilmirsən, niyə çıxıbsan ora? Deyir, elə bura çıxmışam ki, bilmədiyini deyərsən, bilmirəm. Elə bunu da özü bir dərsdir. Bəzən insan elə bilmədiyini deyər ki, mən bunu bilmirəm. Çətin məsələdir. İndi məsələn, məni kimsi rahat deyir, bilmirəm. Birdən bir böyük alim, böyük fəqih, böyük elmi nailiyyət əldə eləyən şəxsə 2 dənə sual verəsən, deyə bilmirəm. O bilmirəm sözünü deməkdən həya eləyə. Əli əleyhissalam deyir, həya eləmə. Deyirəm, bilmirəm. Deyir, oradakı həya mənfi həyadır və Peyğəmbərimiz buyurur, deyir, o axmaqlığın əlamətidir. İnsan dura orada həya eləyə. Orada həya heç bir gərək və ehtiyac yoxdur. Ayətullah-ül-Uzma Seyyid Burucurdi ağa böyük fəqih və ariflərdəndir. Qəbri də Qum şəhərində Xanım Məsümənin hərəmindədir. Böyük mərcələrdəndir. Çox maraqlıdır. O bir şeyi bilməsəydi, hündürdən deyərdi ki, əyyuhənnas, onu bilmirəm. Deyirlər, ağa, ben niyə qışqırırsan, niyə hündürdən deyirsən? Deyirdi, elan eləyirəm ki, bilmirəm. O, bu bilsən nədir? Bu bir məqamdır da, nəfs mübarizəsidir. Bilirsən, insanın elmi səthi yuxarı qalxanda içində bir təkəbbürlük meydana gəlir. Alimlərdə də budur da problem. Alimə heç vaxt şeytan deməz, get şərab iç. Alimə deməz, get bu pis işi gör. Alimin də öz yolu var. Onda qürur yaradır. Sən başqasından yuxarısan. Sən o biri alimdən yuxarısan. Bu hündürdən deyirdi, bilmirəm. Deyirlər, ağa, sən niyə belə hündürdən? Deyirdi, qoy eşitsinlər ki, mən Ayətullah Burucurdi, bunu bilmirəm. Yəni, mənim məqamım bundan yerə gələsi, bilmirəm. İnsan bəzən bilmədiyini, bir də dost var idi, belə dəfn zat işindən məşğul idi. Bu deyir, bir dəfə mənlə məclisdə sual elədilər ki, biz əgər getdik bir çöldə bir dənə cənazə tapdıq. Bilmirik, bu cənazə müsəlmandır, yoxsa xristiyandır. Ətrafda da heç kəs yoxdur.
Sən də qusul, kəfən də bu təchizatı bilirsən, hökmü bilirsən. Sən onunla nə cür davranmalısın o cənazədə? Yəni bunu nə etməlisən? Bunu bir müsəlman kimi boynunda vəzifə varmı bunu yüyəsən, bastırasan, yoxsa bu cür? Deyirəm, bəs sən nə cavab verdin? Deyir, mən ona dedim ki, onu yüyəndə əgər su tökən zaman suyun damcıları yumurlandı, tumurcuqlandı, yerə töküldüsə bu xristiyandır. Buna lazım deyil. Yox, elə bu cür maye kimi belə getdisə, o müsəlmandır. Buna deyirəm ki, yaxşı, bu hardadır bu söz? Deyirəm, bu cavabı verdin, deyir, hə, belə cavab verdin. Deyirəm, bu harada yazılıb? Hansı fiqh kitabda bu qeyd olunub ki, bu tumurcaqlanmaq, suyun, mən birinci dəfə eşitdim ki, su tumurcuqlanır, yerə tökülür və yaxud maye. Deyir, haradasa eşitmişdim. Ay qardaş, haradasa eşitmişdim nədir? Mən nə etməliydim? O qədər cəmiyyətin içində mənə qalxıb sual verir, o cavab verməliydim də bir şey. Bəzən həqiqətən deyirəm, mən özümə deyirəm, Allah şahiddir. Bəzən özümüzü islah eləməyəndə, insanın içərisində bir təkəbbürlük var. O təkəbbürlük sahə icazə vermir. Məsələn, sən deyərsən, mən onu bilmirəm, şəniyyətin gələ aşağı. Vallahi heç bir şəniyyətin gəlməz aşağı. Bunu mən demirəm ki, əziz Peyğəmbərimiz deyir, Əmirəl-Möminin deyirəm, bilmirəm da, nə var orada? Nə olar, deyirəm, bilmirəm. Amma hasandır dillə danışma. Əməl meydanına gəlsək, bilmirəm söz çox çətindir. Bir adam elm oxuya, sən gedəsən, dərsən, buna da bilmirəm. Çətindir. Bu oldu 4. 5-ci nədir? Örgənmək. Deyir, insan örgənməkdə həya eləmir. Bəzən insan örgənməkdə utanır. Utanır ki, gedə soruşa. Utanır ki, örgəşə. Deyir, burada bu həya mənfi həyadır. Sən nəyisə ələ gətirməkdə utanmamalısan. Adam bəzən bir ömür quslu düz almadan, dəstəmazı düz almadan namaz qılıb. 10 il, 15 il. 15 ildən sonra başa düşüb ki, bunun dəstəmazı düz deyilmiş. Ay qardaş, deyir, utandım soruşa. Nə utanırsan? Niyə utanırsan? Bu sənin namaz sənin taleyini həll eləyir. Oruc sənin taleyini həll eləyir. İbadi məsələlərdə utanmaq lazım deyil ki. İbadi məsələlərdə utanmaq lazım deyil. Biz bəzən utanırıq. Bəzən həya eləyirik. Soruşmaqda, örgənməkdə. Mən dəfələrlə başıma gəlib. Əvvəl qaldım, mən bundan soruşum. Bəzən gəlirlər kəbin oxudurlar. Məsələn, sifətinə baxırsan ki, bu insan ilk kəbini deyil. Bu elə belə oxşuyur ki, bu ikinci kəbinlə bənziyir. Tərəf öz ərinlə gəlir, oturur ki, kəbin oxuduq. Bir dəfə birinə soruşdum ki, bacım, bağışda mən bir şeyi soruşmalıyım. Siz əvvəl ərdə olubsuz ya olmayıbsuz? Təzə ər narahat oldu, bu nə sualdır? Qardaş, şəri hökmdür. Olubsa bəlkə kəbin olub, bəlkə heç təlaq oxunmuyub. Təlaq oxunmasa mən onun üzərinə kəbin oxuya bilmərəm. Çox çətin məsələdir. Həqiqətən çətin məsələdir. Bəzi vaxtda qalmışam. Bu məsələdə qalmışam. Həqiqi mənada çətindir. Bəzi vaxt cəmiyyətdə, məsələn, bəzi şeyləri şəffaf soruşmaq. Çox çətin məsələdir. Örgənmək, əleyhissalam buyurur, və la yəstəhiyyənnə əhədun izə ləm ya'ləmi şeyən yətəalləməhu. Əmirəl-Möminin buyurur ki, hər zaman sizlərdən birisi əgər bir şey bilməsə, onun örgənməsində heç həya eləməsin. Yəni, həya eləməsin bir elmi örgəşməkdə. Bəzən görürsən, adam yaşlı, yuxarıcıdır, deyir, mən ayıbdır, məsələn, bu yaşda nə soruşum, bu yaşda nə cür eləyim? Allah rəhmət eləsin, Ayətullah Üzmə Seyid Mərəşi Ağa Nəcəfi böyük fəqihlərdən və müştəhidlərdəndir. Deyir, o yaşlı idi, bir dəfə onun görüşünə Misirdən Quran qariləri gəlmişdilər. Deyir, Mərəşi Nəcəfi Ağa böyük fəqih və alim qayıtdı, dedi ki, o Misir qarisi, hər kim üçün məruf, məşhur qari, dedi, sən ərəbsən və sənin təcvidin
Elə düşünürəm ki, mənim təcvidimdən yuxarıdır. Olarmı mən bir dənə həmd surə oxuyam, sən qulaq asasan, görəsən mənim həmd surəmin harasında səhv var. Qoca kişi də, böyük fəqih alim. Örgənir də bir dənə Misir qarisine, deyir, oxuyum, sən qulaq as. Nə olar adam deyər, məsələn, ibadət məsələsidir. Qardaş, gəl mən bir dəstəmaz alım, sən bax, gör mənim dəstəmazım düzdür. Və yaxud mən, məsələn, namaz qılıram, mənim namazım, və yaxud, məsələn, hər bir şey fiqhdə gedin, açın, baxın, fiqhi hökmdə. İlk hökm nədən başlayır fiqhdə? Kitabı açın, bax, fiqhdə nədən başlayır? Təharət. Təharət nədir? Paçılıq. Təharətin olmazsa, ibadətin qəbul olmaz. Adam təharətindən xəbəri yoxdur. Bir dəfə də olsun. Çox üzrsən ifadəmə görə. Əyək yolunun şərtləri var, qaydası var, qanunu var. Soruşmuyub bu əyək yolda mən nə cür özümü idarə, nə cür yuyunməliyəm, məsələn. Heç də ehtiyac yoxdur. Gəlir dəstəmaz alır, namaz qılır. Şalvar nəcis, üstü nəcis, qıldıq namazın nə faydası var? Adam örgənədən nə olar örgənməkdən? Bəzən biz həya eləyirik örgəşməyə. Deyirik, yox, bu, məsələn, ehtiyac yoxdur. Növbəti mənfi həya budur ki, insan halal rızq arxasından getməkdən həya eləməyə. Nə cür? Bu bizim dərdli yerimizdir ki, buna görə diqqət edirik. Bu bizim dərdli yerimizdir. Hamı istəyər ki, onun işi yaxşı olsun. Onun işi yaxşı olsun. Amma bəzən olur ki, bu dünyada insanlar fərqli-fərqlidir. Kimisi fəhlədir, kimisi tacirdir, kimisi həkimdir, kimisi müəllimdir. İndi məsələn adam halal iş var. Halal iş var. Belə deyək də çement daşıyasıdır. Halal əlinin zəhmətidir. İndi utanır onu gedib görməyə. Deyir, məsələn, məni görərlər. Deyir, bu həya mənfi həyadır. Və bu həya bəyənilməyən həyadır. Deyir, halal ruzi arxasından getməkdə nə üçün insan həya? O zaman ölüb yerə girməlisən ki, haram işlə məşğul olursan. O ölüb yerə girilməlidir. Ki, insan gedir, təkəbbürlüyü bunu qoymur. Biraz üzdə, belə məsələn, fəhlə işi, bazar işi. Gedir, pis-pis işlər görür, gedir, qumar oynayır, gedir, heroin satır, gedir, mindən qələt eləyir. Pul ələ gəlsin ki, ona desinlər, bunun pulu var. Bunu orada həya icazə vermədi da buna. O, orada mənfi həya səbəb oldu, gəldi bu işləri gördü. Deyir, bu çox bəyənilməyən məsələdir. Peyğəmbərimiz buyurur, deyir, bu səfehlik əlamətidir. Nə həya? Peyğəmbər gələrdi, fəhlənin əllərindən öpərdi. Deyərdi, bu partlamış əllər halal pul qazanır. Heç kəsin malına toxunmur. Heç kəsin haqqına girmir. Öz halal əməyidir. İnsan bəzi vaxt, məsələn, bu kiçik işlərdə həya eləyir. Mən bir dəfə zindanda idim. Orada dedilər ki, Rustavinin birinci zindanı, biz oraya getmirik, ikinci zindana gedirik. Dedim, orada nə var? Dedilər ki, orada tustaqlar işləyirlər və pul da qazanırlar, ailələrinə pul göndərirlər. Mən dedim ki, nə yaxşıdır, siz niyə burada durursunuz be boş, gedin orada siz də işləyin, həm özünüzü dolandırın, həm də ailənizə, məsələn, pul göndərin. Biri qayıtdı, bəli, biri qayıtdı sizin sözü, dedi, nə danışırsan, sən nə danışırsan, nə işləmək? Ora pisdir, dedim, nəyi pisdir oranı? Dedi, yox, orada pis baxarlar. Nəyi pis baxarlar? Sual edirəm, sən nəyin üstündə oturursan? Sən ora nəyin üstündə gəlibsən? Sən gəldiğin iş çox xeyirli iş idi, bu qədər utanırdın, bu işi niyə eşdə gördün, gəldin, düşdün bura? İndi burada tuturub həyadan danışırsan, amma bəzən, bilirsən, insan demirsən,
Tərəf elə bilir ki, çox hünərlidir, bu çox məharətlidir, biz bilmirik. Və yaxud biz ona utanarıq deməyə. Bəzi insan özü bu cürdür da, özündə problem var, hələ bir cəsarəti də var, danışır. Qardaş, halal bir şeydir da, indi oranın öz qanunu var, mən oranın qanununda heç işim yoxdur, nə də qarışmır. Ümumiyyətlə deyirəm, bəzən insan öz halal əməyi, bizim bir dostumuz var idi, anası gəldi, şikayət elədi, dedim, nə dayana, dedi, buna nə örgədirsiniz, bu atası fəhlədir, atasını döyür ki, sən fəhlə işi görmə. Mən utanıram, sən onun qapısında bu işləri görmə. Deyirəm, qardaş, sən nə cür dindarsan? Sən ya özün dini başa düşməyibsən, ya getdiğin yolu düz gedə bilmirsən. Qardaşım, səni atan oğurluq mı eləyir? Sənin atan cəmaatın malını mı çalır? Sənin atan haram ticarət mi eləyir? Əlini zəhməti də bura qədər eləyə bilir. Allah da onun ruzisini buradan verir. Daha elə hamı ağıl ası deyil ki, biri fəhli olmalıdır, biri elektrik olmalıdır, biri maşın düzəldən olmalıdır, biri həkim olmalıdır ki, bu cəmiyyətin fəhliyə də ehtiyacı var, həkimə də ehtiyacı var, təmirçiyə də ehtiyacı var. Da elə hamı desin, o atalar sözü, sən ağa, mən ağa və inəkləri kim sağacaq və bu böyle qalacaq, bu olmaz axı. Bir nəfər də lazımdır, bunu sağmalıdır. İndi hər kəsin öz miqdarı var. Hədis deyir, utanma, sən əgər ona çıxışın o qədərdirsə, o qədər. İmam Kazım əleyhissalam bir dəfə əlində bel bağda işləyirdi. Görünən budur ki, hədisdən deyir, imam o qədər işləmişdi ki, qan tərin içində idi. Bir nəfər imamın dostlarından keçirdi, Əli ibn Həmzə Bətaini. İmama dedi, sən nə iş görürsən? O beli yerə at. İmam dedi, niyə? Dedi ki, sən imamsan, sən adın var, sanın var. İmam Kazım əleyhissalam dedi, mən bir iş görürəm ki, məndən yüksəkdə duranlar bu işi və bundan da betər işlər görüblər. Yəni fəhləlik. Gedin, baxın, bütün peyğəmbərlər çoban olub əvvəldə. Çobanlıq, məsələn, bizə deyəsən, indi birdən deyəsən, ay Qəzənfər, sən get çobanlıq elə. Deyər, nə çobanlıqdır? Məsələn. O zaman çobanlıq idi, bu zaman fəhləlik deyək. Məsələn, sözümüzdə münaqişə eləməyək. O zaman çobanlıq idi, indi bu zaman fəhləlik, məsələn. Fəhlə, arabaçı. Get bazarda, məsələn, araba sür. Məsələn deyirəm. Misal deyirik də. İmam Kazım əleyhissalam deyir ki, buyurur ki, deyir, məndən öncə peyğəmbərlər çobanlıq eləyir. Əli əleyhissalam bir dəfə keçirdi. Buna da deyirəm, söhbətimi yığışdıracağım. Əli əleyhissalam keçirdi. Gördü bir dənə xanım dayanıb əlində bir vedrə. Bir qab. Dedi, nə istəyirsən? Dedi ki, bir fəhlə gəzirəm, mənim gücüm çatmır, gil qarışdırasıyam. Evdə gil, yəqin ya ustaymış ya hər nə. Deyir, gilə su lazımdır, fəhlə gəzirəm ki, bunu quyudan mən su çıxardım. Deyir, əleyhissalam deyir ki, mən bu işi görsəm nə verərsən? Deyir, hər vedriyə bir xurma. Deyir, baş üstə. Əleyhissalam 16 vedrə su çıxardır quyudan. Bu qadın bunun qarşılığında 16 dənə xurma əleyhissalama verir. İndi ola bilər, kimsə buna inana, kimsə inanmıyor. Belə bir şey olarmı? Bəli, əleyhissalamı biz düz tanısaq bilərik ki, bu bekar bir şey. Əleyhissalamın gözündə bunlar çox adi bir şeylərdir. Peyğəmbər qonaq gəlir Əmirəl-Möminin evinə, 16 xurmuyu gətirir, Peyğəmbərin qarşısına qoyur. Ya Rəsulallah, bu öz əməyimdir. Öz əlimin, zəhmətinin əməyidir, xurma. Dedi, buyur, bismillah elə. Əleyhissalam, o Əmirəl-Möminin ki, xəlifə oldu, xəlifəliyi də elə adda qaldı. Heç bilmədilər, əleyhissalam nə cür xəlifə oldu? Yamaqlı əba yırtıq çarıqdan gəzdi əleyhissalam. Elə yamaqlı əbada da əleyhissalam şəhid oldu. Heç vaxt əleyhissalam, çünki zamanasında fəqirlik çox idi. Əleyhissalam heç vaxt onlardan yuxarı yaşaya bilməzdi. Əlbəttə, bu Əmirəl-Möminindir, bu bizik. O zamanın tələbatı oydu, bu zamanda tələbatı başqadır. Ki, hər zamanda o zamana uyğunlaşmaq lazımdır. Əleyhissalam heç utanmadı. Demək də, mən Allahın aslanı, Peyğəmbərin vəlisi, Allahın yeryüzündə nümayəndəsi, mən nə cür gedim, məsələn, vedrə işləyim, heç demədi, getdi işlədi. Əleyhissalam içində quyu qazıb.
Əleyhisselam quyuları İraqda neçə dənə quyusu var Əleyhisselam. Bəzilərində su var, bəzilərində quruyubdur. Amma Əmirəl-Möminin öz əlindən qazıb quyuları. Heç utanmadı. Biz bəzən əlimizdə bir bel alanda az qalırıq, əriyək, yerə tökülək ki, bu bizim işimiz deyil. Amma yox, burada həya lazım gəlmir. Biri də budur ki, insan problemini əhlinə deyə və məsləhət ala. Bundan həya eləməyə. Bəzən insan bu həyat belədir ki, heç bir problemsiz insan yoxdur. Əgər problemsiz insan tapsanız, bilin ki, Allah Taala onu öz başına buraxır. Və onun heç bir problemimiz yoxdur. Ona deyir, sən get, sən öz başına. Bu dünya problemlərlə dolu dünyadır. Bəzən insan, məsələn, istəyirsən, sözünü kimləsə bölüşəsən. Əlbəttə, əhlinlə. Daha məsələn, get bir adama deyir ki, o onun əhlidir. Sabah gedə bütün aləmə car eləyə. Deyir, məsələn, insan həya eləməyə, öz sözünü, məsləhətini kimləsə eləyə. Gedə, məsələn, bir müşavir deyirlər və yaxud bir işin əhli və əmin adam. Onunla məsləhət eləyə, ondan problemini deyə. Bəlkə o bir yol görsədir. Bəzən insanların ailələri fərqlidir, insanlar yol getmir, insanlar problemdədir. Onlara biz kömək eləməliyik, onların əlindən tutmalıyıq. Biz onları bir-birinə qızışdırıb daha da közü, odunu çoxaltmamalıyıq. Ailələrdə problem çoxdur. Məsələn, bəzən gəlir sənə adam bilir, deyir, məsələn, mənim yoldaşım bu cür küsübdür, problemimiz var, küslü gedib. İstəyir gəlir sənə deyib ki, bizi barışdır. Sən də deyirsən, onun başını burax, getsin, oradan da o tərəfə getsin. Məsələn, bizdə bu cür ailələrdə dəlidirlər, bunlar nədirlər? Görürsən, valideyn ağlı azalıb, deyir, qoy getsin, get üstə başqasını al. Bu yazıq çaşbaş qalıb da, bu həyatda nə iş görsün, onun yoldaşı küslü gedib. Hamı bunu qızışdırır. Bu problemi var da, bu psixoloji problemlərdir. Həya eləməsin, getsin, əhlindən soruşsun ki, mən nə iş görüm? Və bizə də tövsiyə olunur. Deyir, nə qədər imkan həddi var, onların barışması üçün yardım elə. Onlara düz yol göstərir. Hətta yalan haramdır. Bir neçə yerdə yalan problemi yoxdur. Biri də o yerlərdədir ki, iki küslü adamı barışdırmaq üçün yalan danışasan. Deyir, o yalan Allah qatında yalan hesab olmaz. Çünki sən o yalanı şəxsinə istifadə eləmirsən ki, sən o yalan danışsan, iki nəfər küslü insan barışsın. Bir dağılmış ailə birləşsin. Yalandan gəlirsən, deyirsən ki, nə? Xanım hazırdır. Deyir, ha, bax, arxamla gəlsələr, mən gedəsiyəm. Olan olub, nə? Amma yalan deyir, xanım deyir, hara gəlir o? Gəlsə, 4 dənə də yaman deyirəm. Gəlir buradan da xanıma deyir ki, o da deyir, mən üzr istəməyə hazıram, olan olub, gəlsin, barışaq. O da deyir, bura gəlsə, bu cür onunla davranıram. Bu cür bunu burada yumşaldır. Onu orada yumşaldır, nəticə nə olur? Bunlar həyatdır da, insan dalaşır, barışır. Bizim burada da biraz bu şeylər biraz həddini aşıbdır. O deyir, bəzən elə dalaş ki, elə döyüş ki, üzdə gəndə utanmayasan. Burada addə hal alır. Elə pis dalaşarlar, elə pis bir-birinə yaman deyərlər, üzdə də sonra rahat gələrlər, heç də olmamış kimi bir-birinin kənarında otururlar, çay içərlər. Allah'ın verəm izzət və cəlalına, öz böyüklüyünə, rəhmətinə, kərəminə, izzətinə xatir bu mənfi həyaları düşünüb, daşınıb və ondan yayınmaqda Allah bizə yardım eləsin. Cüməmiz mübarək olsun. Allah təbarək və Teala öz dediyimizə özümüz əməl eləməkdə bizə tövfiqat nəsib eləsin. İmam Zaman ağanın zuhuru təcil olsun. Məzlum müsəlmanlara Allah təbarək və Teala qeybi nüsrət və yardımını bəxş eləsin. Xüsusilə Qəzzədə o məzlum müsəlmanlara Allah Teala öz qeybi yardımlarını bəxş eləsin. Onlara zülm eləyən zalimləri tezliklə məhv, nabud eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Vəl asr. İnnel insane lefi xusr illellezine amanu və amilus salihat və tevasav bil haqqi və tevasav bis sabr. Sallu ala Muhammed və ali Muhammed.